Uşaqlar artıq ikinci səfərdir video çəkirəm. Birincidə qayd etmədi. Birinci sualımız var, birlikdə izahına baxaq. Deyir ki, düz xətli bir yolda modulca sabit 2 metr bölsün saniyə sürətlə hərəkət edən avtobusun içərisindəki sərnişin avtobusa nəzərən 1 metr bölsün saniyə sürətlə avtobusun hərəkət istiqamətində avtobusun arxa tərəfindən ön tərəfinə doğru hərəkət etməkdədir. Sərnişin avtobusa nəzərən 2 metr yol getdiyinə görə yerdə dayanan müşahidəçiyə nəzərən nə qədər yol yerdəyişmə etmişdir. İlk öncə məsələni biz anlamaya çalışaq. Nə deyir bizə? Deyir ki, düz xətli bir yolda bir avtobusun içərisində avtobus var. Avtobus 2 ilə sabit sürətlə gedir. Bax, 2 metr bölsün saniyə ilə gedir. Və avtobusun içərisində avtobus istiqamətində, baxın, hərəkət istiqamətində arxadan önə avtobusa nəzərən 1 metr bölsün saniyə sürətlə hərəkət edir. Bura kimi çatdı. Sonra nə deyir? Deyir ki, avtobusa nəzərən sərnişin 2 metr yerdəyişmə etmişdir. Bax, sərnişinin öz sürəti nədir? 1 metr bölsün saniyə. S bərabərdir VT-dən. Görək bu sərnişin neçə saniyə hərəkətdə olmuşdur? S bölünsün V-dən 2 metr yerdəyişmədir və öz sürəti də 1. Deməli, bu sərnişin 2 saniyə arxadan önə doğru gəlib. Deyir, indi yerdə duran bir sərnişinə görə bu insan neçə metr yerdəyişmə etmişdir? Əvvəlcə baxaq görək, bu yerdə duran sərnişinə nəzərən bu insanın sürəti neçədir? Baxın, özü 1 ilə gedir, 2 də onu maşın aparır. Deməli, yerə nəzərən sərnişinin sürəti 3 metr bölünsün saniyədir. Yəni, yerdən baxan adam onu 3 ilə gedərmiş görər. Bəs bu zaman yolu tapmaq üçün S bərabərdir VT-dən. Görək, yerdə duran adama görə nə qədər yerdəyişmədir? Sürəti dedik nədir? Yerindən sərnişinə nəzərən. Bu da elədir 3 vurulsun. Neçə saniyə hərəkətdədir? 2 saniyə hərəkətdədir. Yəni, ümumilikdə yerdə duran adama görə 6 metr yerdəyişmə icra etmişdir. Yəni, cavabımız burada D variantı. Keçək digər suala. 7-ci sualda deyir. Düz xətli hərəkət edən KLM cisimlərinin koordinat zaman qrafiki verilmişdir. Aşağıdakı ifadələrdən hansı doğru deyil? Biz doğru olmayanı tapacaq. İlk öncə nə görürüm uşaqlar? XT qrafikidir. XT qrafiki və düz qrafik olanda biz demişik bu bərabər sürətlə hərəkətdir. İndi gəlin bir-bir baxaq. Nə deyir birinci sualda? K və L-in sürətləri eynidir. Gəlin K-nın, L-in də M-in də sürətini tapaq. K-nın sürəti birinci. Nə idi? Koordinat olanda son koordinat çıxılsın, başlanğıc koordinat bölünsün zaman. Son koordinatım nədir uşaqlar? Baxın, gəlib 2x-də dayanıb son. 2x çıxılsın, K 3x-də başlayıb, bölünsün zaman. Onda bərabərdir nəyə? Deməli, K-nın sürəti buradan yazırım. K-nın sürəti, yaxşı, belə yazaq. K-nın sürəti oldu, mənfi x bölünsün t. Gəlin, x bölünsün t-yə bir v deyil, onda K-nın sürəti olur mənfi v. Bax, buradan yazıram, vk bərabərdir mənfi v. Elə yerdən yazım ki, sonra mən onun üzərində işləyəcəm. Vk bərabərdir mənfi v. İkinciyə v ilə baxaq. Yenə son koordinat çıxılsın, başlanğıc koordinat bölünsün zaman. Son koordinat L gəlib harada dayanıb? 0, x-də. X çıxılsın, başlanğıc koordinatım 0, bölünsün t-yə. Burada olurmu VL bərabərdir x bölünsün t? X bölünsün t-yə v deməmişdik, bu da oldu v. Oldu L-in sürəti v qədər. İndi v m-in sürətinə baxaq. V-m-də son koordinat çıxılsın, başlanğıc koordinat. Bax, son koordinat gəlib sonda 0-da dayanıb. 0 çıxılsın, uşaqlar, mənfi 2x. Başlanğıcı mənfi 2x-dir, bölünsün t. Bu dedir nə? Müsbət 2x bölünsün t. X bölünsün t-yə v deməmişdim, onda m-in də sürəti 2v-dir. İndi təmizləyək, bir-bir görək nə deyir. Sürətlərini tapdıq.
Oxuyaq birinci. K və L-in sürətləri eynidir. Uşaqlar, K və L-in sürətləri eynidirmi? Bir baxağın görəyin. Biri mənfi V-dir, biri V-dir. Əgər desəydi ki, modulca eynidir, bəli, düz götürərdik. Bu nə deyir? Eynidir, səhvdir. Yəni bizə də nə axtarırıq? Doğru deyil. Biri götürdük. M-in getdiyi yol ən çoxdur. İndi gəlin M-in getdiyi yola baxaq. Əvvəlcə M-in getdiyi yola baxaq. Elə x tənliyi olduğundan x-ə görə baxırıq. Baxın, mənfi x-dan 0-a gəlib. Yəni 2x qədər yol gedib. Elə gəlin digərlərini də tapaq. K nə qədər yol gedib uşaqlar? K 3x-dan x-ə, yəni x qədər yol gedib. L isə 0-dan x-ə qalxıb, yəni x qədər yol getmişdir. Nə deyir? M ən çox yol getmişdir. Bəli, M ən çox yol getmişdir. Bizə doğru deyil axtarır. Bu doğru olduğuna görə bunu götürmürəm. L və M-in arasındakı məsafə azalıb. Bunu necə taparıq uşaqlar? Bir dənə buranı yenə təmizləyim. Nə dedi? L və M arasında. L ilk öncə hardadır? Baxaq. Baxın, L və M arasında. L ilk öncə hardadır? İlk öncə 0-dadır. Bəs M ilk öncə hardadır? M-ə baxıram. İlk öncə mənfi 2x-dadır. Mənfi 2x-dadır. Bunlar arasındakı məsafə nə qədərdir? Əvvəlcə 2x-dir. Sonra baxaq. Sonra gəlib hara? L x-ə. Bəs M hara gəlib uşaqlar? M də gəlib, baxın, 0-a. Bunlar arasındakı məsafə nə oldu? X. Nə oldu məsafəmiz? Azalıb. Bizə nə deyir? Azalıb. Doğru deyir də. Mən yalanı götürməliyim, axı. Doğru deyili götürməliyim. 3 deməli, doğrudur, götürmürəm. K və M cisimləri bir-birindən uzaqlaşmışdır. Baxaq. K və M cisimlərinə. Gəlin buranda yenə. K, bax. Aha. İlk öncə buradadır. İndi bunun yerinə K. K və M cisimləri. K ilk öncə hardadır uşaqlar? K-ya baxın. İlk öncə 3x-dadır. Sonra gəlib hara çıxıb? 2x-ə. Bunlar arasındakı məsafə ilk öncə baxın 5x-dir. Sonra 2x-dir. Məsafə nə olub? Azalıb. Bizə nə deyir? Uzaqlaşmışdır. Xeyr. Əvvəl 5x idi, sonra olub 2x. Bunlar yaxınlaşıb, uzaqlaşmayıb. Deməli 4 səhvdir, götürürəm. L və M-in sürətləri eynidir. Baxaq. L-in sürətinə və M-in sürətinə. Bunlar eynidir uşaqlar? Xeyr, eyni deyil. Biri V-dir, biri 2V-dir. Bu da deməli səhvdir. Cavab nə oldu? 1, 4, 5. Cavabımız C variantı. 1, 4, 5. Oxuyaq. Düz xətli trayektoriya üzrə sabit 12 metr bölünsün saniyə və 8 metr bölünsün saniyə sürətlə hərəkət edən x və y cisimləri 0 anında koordinatları şəkildəki kimidir. Deyir, cisimlərin ön ucları 4-cü saniyənin sonunda el xətti üzərində olduğuna görə y neçə metrdir? Y cismin uzunluğu neçə metrdir? Yenə misalı əvvəlcə dərk etməyə çalışaq. Misalı anlamasaq, biz heç cürə mümkün deyil ki, nəyisə başa düşək. İlk öncə misal anlayaq. Nə dedi bizə? Deyir ki, qatarın deyir 4 saniyədən sonra, qatar nədir? Maşının 4 saniyədən sonra hər ikisinin ucu nöqtəsi L nöqtəsinə gəlib dəyir. Baxın, hər ikisinin ucu, bax bu ucları gəldi L nöqtəsinə dəydi. Və zaman neçədir? 4 saniyə. 4 saniyə. Və gəlin ilk öncə baxaq ki, bu X maşını nə qədər yol getmişdi uşaqlar? Buradan bura nə qədər yoldur? Baxın, buradan bura yol elə Y-in yoludur, Y-in uzunluğudur daha doğrusu. KL yolunda bir Z deyək. Bu zaman deyə bilərikmi ki, X maşını Y üzərinə gəlsin Z qədər yol getmişdir. Bəs Y maşını nə qədər yol getmişdi uşaqlar? Buradan bura qədər olan məsafə, ön ucla ön ucu arasındakı məsafə. Elə buna da Z demişəm də, Z qədər yol getmişdir. Və 4 saniyədə biz saniyəni tapmaq üçün, saniyə nə idi? S bölünsün V. Zamanlar bərabər. Yəni mən TX-la TY-i bir-birinə bərabər götürəcəm. Bərabər götürək yazaq. İlk öncə nə? X-a. X-in getdiyi yol nə idi? Y üzərinə gəlsin Z. Bölüncün X-in sürəti. X neçə ilə gedib? 12. Bərabərdir.
T-yə nə deyirik uşaqlar? İkinci hala nə deyirik? Burada Z idi. Z qədər yol getmişdir. Neçə ilə gedib? 8 ilə gedib. Uşaqlar, T bölünsün. Yəni bu ikisinə bir bərabər T bölün S bərabərdir. Eyni zamanda Z bölünsün 8-i kənarda yazıb. T'ni də bizə 4 vermişdi. Bu zaman Z-in yerinə 8 dəfə 4, 32 yaza bilərəmmi? Gələk, Z-in yerinə 32 yazaq. Bir dənə buraları təmizləyim, digər tərəfdən yazaq. Nə dedik? Y üstə gələk Z. Z-i neçə tapdım? 32. Olur, Y üzərinə gəl 32. Bölünsün 12. Bərabərdir. Z-i neçə tapdıq? 32. Bölünsün 8. 32-ni 8-ə böldük. Elədi 4. Y üzərinə gəlsin 32. Bərabər. Çarpaz vuranda 12 4-ə vurulur. 48. Buradan Y də bərabərdir 16 metr. Deməli, Y-in uzunluğu nə qədərdir? 16 metr. Burada sadəcə olaraq diqqətli olmalıyıq ki, X və Y maşını nə qədər yol gedib. Bax, o maşının yolunu tapsaq, gerisi sayda. Baxaq, axırıncı sualı deyən. 30 metr bölsün sabit sürətlə hərəkət edən 600 metr uzunluqlu qatar. Uzunluğu 1200 olan tunelə arasındakı 120 metr olduqda qatarın maşinisti siqnal verməyə başlayır. 6 saniyə sonra siqnalı kəsir. Siqnal kəsildikdən neçə saniyə sonra qatarın ön ucu tunelin arxa ucunda olar. Gəlin ilk öncə yenə biz misalı başa düşməyə çalışaq. Deməli 30 metr bölünsün saniyə ilə gedib qatarın uzunluğu 600 aradakı. İndi bu şəklini çəkməyə çalışaq. Yenə bir qatar və bir tunel. Elə tunelimiz belə. Deyir, qatarın uzunluğu 600 metr. Qatar 30 ilə gedir. 30 metr bölünsün saniyə. Aralarındakı məsafə 120 metr. Tunelin uzunluğu isə 1200 metr. Deyir ki, 6 saniyə maşinist deyir, siqnalı verməyə başladı. 6 saniyə sonra siqnalı kəsdi. Siqnalı kəsəndən neçə saniyə sonra qatarın ön ucu tunelin arxa ucuna dəyər. Arxa ucunda olar. Bax belə. Qatarın ön ucu. Gəlin qırmızı ilə eləyək. Bax, qatarın ön ucu tunelin arxa ucunda olar. Neçə saniyə sonra. Uşaqlar, maşinist o 6 saniyə siqnal verir. Onu mən nəzərə almıram. Cavabdan 6 saniyə sıxacam. Deməli, əvvəlcə maşın 6 saniyə gedir, sonraki saniyəni soruşur. Mən o 6 saniyədə bunun içərisinə daxil edib sonradan çıxacam. Baxaq. Deməli, nə tapdıq? Deməli, zamanı tapaq görək. Zaman. Tunel, qatar buradan bura nə qədər yol getmiş uşaqlar? S bölünsün V-dir də. S-imiz görək nə qədərdir? Baxın, 120 bura, 1200 də bura. 1320 metr yol gedib qatar. Neçə ilə gedib? 30 ilə gedib. Bunlar ixtisar getsə, neçə ilə uşaqlar? 4 dəfə 3, 12, 44 saniyə. Əvvəl nə demişdi? 6 saniyədən sonra deyil nə qədər müddətə çatar. Yəni 44-dən də çıxıram 6-nı. Bu dedir 38 saniyə. Cavab 38 saniyə. Uşaqlar 2 cür də eləmək olar. Necə? 6 saniyə bu qatar nə qədər yol gedib onu tapardım. Nə qədər yol gedib. Sonradan tapardım ki, yolu çıxardım bu 1200 bax. 1320-dən həmin yolu çıxardım. Həmin yolu çıxandan sonra gerdə qalan neçə saniyə gəlib bura çatar, onu tapardım. Amma ən rahat yolu bu. Əvvəlcədən buradan bura neçə saniyə çatır, onu tapaq. Sonra ilk öncə 6 saniyə siqnal verib buraxıb, o 6 saniyəndə çıxıb, ümumilikdə tapıram ki, neçə saniyə gəlib çatmışdır. Bitdi mi? Bitdi. Diqqətli olaq, maraqlı suallardır.